insanı öldürmək nə vaxt olar? Və mən buna haqq qazandırıram. Hər bir insanın içində bir cinayət törətmək potensialı var. Və hər bir insanın özünün içində bir müdafiə potensialı var. Zaur Baxşəliyev gedib Goranboyda deyəsən hadisə yerinə. Deyir ki, buradan adam özünü necə asa bilər? Bu manqa komandiri, çavuş, digər bir əskərlə bunun anasını müzakirə edirlər. Anası haqqında pis sözlər deyirlər. Bilirsiniz, mən bəzən sosial şəbəkələrdə də yazıram. Tez feministlər düşür mənim üstümə ki, qadınların xəyanətini qəbul edə bilmirik. Bəs müstəntiq kriminal avtoritetlərə və onların qanunlarına hörmət eləyirmi? Mən heç birinə də hörmət eləmirdim. Azərbaycanda oğru aləmi yoxdur.